Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Salam, bugün sizə dünyasını dəyişmiş Loto Qulinin yaxın dostu haqqında məlumat verəcəm. Kriminal aləmdə Batya ləqəbi ilə tanınan qanuni oğru Otari Totoçya dünən Şimali Kipirdə 66 yaşında vəfat edib. Keçək əsas xəbərə. İndi sizlərə onun nədən dünyasını dəyişdiyini izah edəcəm. Hadisə belə baş verib. Xəbər saatına verilən məlumata görə Otari Totoçya Suxumidə anadan olub, Tbilisidə yaşayıb və kriminal fəaliyyətlə məşğul olub. Həmçinin uzaq şərqdə həbsdə olub. 1992-ci ildə azadlığa çıxdıqdan sonra Totoçya Moskvada məskunlaşıb və oğrulara qarşı maddə cinayət məcəlləsinə daxil edilənə qədər orada yaşayıb. Rusiya həbsxanalarında yaxşı ad qoyan Totoçya qısa müddətdə ölkənin ən nüfuzlu qanuni oğrularından birinə çevrilib. Onun təsiri xüsusilə Ural və Qərbi Sibirin neft regionlarında geniş yayılıb. 2000-ci illərin sonlarında 17 il həbsdə olmayan və toxunulmaz hesab edilən Otar il yarım müddətinə Veliki Ustuyukda narkotiklərlə bağlı ittihamla həbsdə olub. Rusiyanı tərk etdikdən sonra Totoçya bir müddət Türkiyədə Loto Quli kimi tanınan Azərbaycanlı mərhum qanuni oğru Nadir Səlifovun yanında olub. Kvijoviç Badri və digərləri ilə qarşı durmalarda Qulinin tərəfini tutaraq uzun müddət qoruduğu neytrallığı pozub. Qulinin qətlindən sonra onun qardaşı Namiqin dəstəyindən məhrum olan Otar Kiprə köçüb və orada ağır xəstəlikdən dünyasını dəyişib. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.